Esselamu aleykum və rəhmətullah və rəkatuhu. Tibbi terminlərimizi davam eləyək inşallah. Sirkum. Sirkum çevrəsində deməkdir. Bir şeyin çevrəsində. Məsəl üçün, sirkumsizyon. Sirkumsizyon sünnət deməkdir, sünnət əməliyyatı. Yəni, qlans penisinin dərisinin əməliyyatla kəsilib çıxarılmasına sirkumsizyon deyirlər. Dia. Dia içindən bir yandan başqa bir yana mənası verir. Məsəl üçün, diapedes. Türkçe yazmışam ki burada ak yuvarların damar duvarı dışına çıkması diapedes sayılır. Azərbaycandakı ak yuvar deyəndə şeydir də, ağ qan hüceyrələri. Ağ qan hüceyrələrinin damar divarının xaricinə çıxması diapedes adlanır. Endo içində deməkdir. Məsələn, endokardiyum, ürəyin içində. Ürəyin üç hissəsi var axı, endokardiyum, miokardiyum, epikardiyum. Həmin o endokardiyum ürəyin iç hissəsi mənasını verir. Daxili. Ex dışında deməkdir, yəni xaricində. Məsəl üçün, eksprasyon. Eksprasyon nəfəs vermə deməkdir, soluq vermə deyirlər. Eksprasyon, expression. Ekstra xaricində deməkdir, dışında. Məsəl üçün, ekstra kranial. Başın xaricində, kraniumun xaricində. Kafatasının dışında türklər deyirlər. Sonra, ab sözü. Sözün əvvəlinə gətirilən şəkilçisi, ab şəkilçisi nə deməkdir? Uzaqlaşdırıcı mənası verir. Yəni, bir şeydən uzaqda mənasını istifadə olunur. Məsələn, abduktor. Abduktor uzaqlaşdırıcı deməkdir. Adı isə, ad şəkilçisi isə yaxın mənasını verir. Yəni, bir şeyə doğru mənasındadır. Bir şeyə tərəf, bir şeyə doğru. Məsələn, adduksiyon. Adduksiyon isə yaxınlaşdırıcı mənasında istifadə olunur. Adduksiyon yaxınlaşdırıcı. Bunu daha yaxşı yadda saxlamaq üçün bir məsləhət verərdim sizə ki, məsələn, ab sözü uzaq mənasında götürürük, məsəl üçün beynimizdə saxlayırıq. İki dənə d hərfi varsa, əgər adıdır, ad. Elə bir ki, d-dır yaxındır deyə yaxınlaşdırıcı mənasındadır. Oradan bunu rahat yadda saxlaya bilərik biz. Adduksiyon. Ad. Sözünün şəkilçisinin başqa bir mənası, məsəl üçün, adrenal. Adrenal, ad yaxın deməkdir, ren böyrək deməkdir, aldakı böyrəklə bağlı mənasını verir. Yəni, adrenal, böyrəyin yaxınında, böyrəyin yanında mənasındadır. Ante. Ante ön deməkdir, öndə mənası verir. Məsələn, antebrakyum. Antebrakyum ön qol mənasındadır. Yəni, side hissə deyirik biz Azərbaycanda. Antebrakyum latın dilində ön qol mənasındadır. Ambi. Ambi hər iki tərəfi də əlaqələndirən, hər iki tərəfi də maraqlandıran mənasındadır. Ambi sözü. Məsələn, ambilateral. Hər iki tərəfi də ilgiləndirən, ambilateral. Üzr istəyirəm, mən bu hissəni biraz qarışdırdım. Ambi sözü çevrəsində mənasını verir. Ambi çevrəsində deməkdir. Ambilateral isə hər iki tərəfi də ilgiləndirən, yəni maraqlandıran, hər iki tərəfi də əlaqələndirən mənasındadır. Bi sözü iki mənasını verir. Bilateral, yəni iki tərəfli mənasıdır, bilateral.